Müharibəyə getməmişdən qabaq biz evimizi remont etməyə hazırlaşırdıq. Müharibəyə gedəndən sonra da danışırdıq ki, evi qurtarım mən gələnə qədər. Mən evi qurtardım, ancaq Mehdi başqa cür gəldi, başqa cür qarşıladı. Səngərdə bir səs vətən deyirdi, qəlbində alar, gözündə nur. Bəzən vətəndən uzaqda olanda torpağın qoxusunu, xalqının səsini və bir də itirdiklərinin dəyərini daha çox anlayırsan. Biz də bugün elə bir igidin adını yad edirik ki, onun həyat hekayəsi təkcə bir ailənin deyil, bütün Azərbaycanın qürurudur. Mehdi Fəzlullazadə. Allah rəhmət eləsin. Mehdinin adı qalacaq, torpaqda izi qalacaq, anaların duasında, yaraların yarasında, yüzündə parlayacaq. Mehdinin ruhu əbədi bayraq. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhlarını bir dəqiqəlik sükutla yad etdik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bugün Suraxanı rayonunun şəhidi Mehdi Fəzlulazadənin anım gününə toplaşmışıq. Hər biriniz xoş gəlmişsiniz. İlk öncə sözü şəhidimizin anası Elvira verir. Buyurun. Salamlayıram mən hər birinizi. Bugün mənim Mehdinin 5-ci ildir ki, şəhadətlər uzadığı gündür. Din xadimləri söhbət edir. Mehdi döyüşdən qabaq şəhid olduğunu bilirdi və son o su içmək məsələsində deyir ki, mən zaten şəhid olacam, siz o suyu için, mən sunamayacağım. Ona görə sizdən xahiş edirik. 1. Gələcəkdə həmişə qalib olmağınız üçün savadlı olmalısınız. Mütləq. 2. Gələcəkdə qalib olmaq üçün həmişə birliyi bacarmaq, qorumalı, saxlamağı bacarmalısınız. 2020-də biz birləşdik, qələbə çaldıq. Bugün də bir yerdə gəlib onları ziyarət edirik. Və bu birliyi heç vaxt əsir eləmir. Allah sizləri var eləsin. Allah şəhid ailələrinə səbir versin. Dəyərli izləyicilər, hal-hazırda bizim şəhidimiz Mehdi Fəzlulazadənin məzarı başında şəhidimizin anası Elvira xanımla bərabərik. İlk öncə Elvira ana sizləri salamlayır. Allah şəhidimizə rəhmət eləsin. Allah sizlərə səbr versin. Allah sizin kimi anaları bizlərə çox görməsin. Vaxtınızı çox almaq istəmirik. İstəyirsə bir sual verək. Şəhidimizlə bağlı gözlərinizi yumanda oğlunuzu necə xatırlayırsınız? Bax, bizim üçün də çox maraqlıdır bu sual. Əlvəla salamlayıram. Sağ olun gəldiyinizə görə. Allah köməyiniz olsun. Mən Mehdimi gözümü bağladıqda üzünü ancaq güləriz. Gülümsəyən, xoş bir sima, mehriban bir insan kimi hatırlayıram. Mehdim, inanırsınız mənə bu 25 il ərzində bir dəfə yox kəlməsi demədi də mənə. Hər zaman bəli, baş üstə, yaxşı. Yəni belə bir oğul idi. Yəni mən ondan heç bir zaman narazı qalmamışam. Hər zaman üzü gülər insan kimi, gözəl bir oğul kimi xatırlamışam onu. Hər zaman fəxr eləmişəm, indi də fəxr eləyirəm ki, bəs Mehdi kimi belə bir oğlum var mənim. Mən Mehdinin anasıyam. Allah sizlərə can sağlığı versin, Allah sizlərə səbir versin. Növbəti sualımız olur ki, evdə, həyatınızda bəlkə bir əşya, bir küncdə Mehdini xatırlayacaq, onun nəfəsini hiss edəcək bir şeylər varmı? Mehdinin hər bir evin küncündə bir xatirəsi var. İndi o ev ziyarətgaha dönüb. O ara əvvəl bizim ev idi. İndi Mehdinin ziyarət olunduğu bir ocaqdır. Amma ora Mehdinin ocağı kimi gəlir. Ancaq mən orada Mehdinin hər bir əl izi var, hər bir nəfəsi var, xatirələri var. Mehdi müharibəyə getməmişdən qabaq biz evimizi remont etməyə hazırlaşırdıq. Mehdi işdən gələndən sonra özü əli ilə gəlirdi, o aboyları təmizləyirdi, evə baxırdı. Yəni müharibəyə gedəndən sonra da mənə danışırdı ki, evi qurtarım mən gələnə qədər, evi qurtarım.
Mən evi qurtardım, ancaq Mehdi başqa cür gəldi, başqa cür qarşıladıq. Yəni Mehdinin hər bir evin küncündə bir xatirəsi var. Son sual olaraq bax artıq 5 il keçib o Mehdinin şəhid olmasından. Bu illər sizlərə nə öyrətdi? Bu həm səbri, Allah deyir, səbir çəkməyə bacarana verirəm dərdi. Həm səbr eləməyə, həm də qüruru. Mən Mehdimlə qürur duyuram. Mehdim uşaqlıqdakı olan arzusunu yerinə yetirdi. Mehdinin 5-ci sinifdə əl yazması var. Uşaqlar yazıb orada xatirə dəftərində ki, əlinizdə dünya xəzinəsi olsa, orada nə götürərdiniz? Mehdi yazmışdı ki, Qarabağın işğal olmuş ərazilərini. Yəni Mehdi öz arzusunu yerinə yetirdisə, mən Mehdimlə ancaq qürur duyaram, ancaq fəxr eləyərəm. Mehdim o arzusunu da yerinə yetdi. Sentyabrın 27-sindən ilk gündən döyüşdü. Noyabrın 7-sinə qədər. Demək olar ki, 43 gün ərzində o döyüşdü. Allah ona o məhləti verdi, o uşaqlıq arzusunu yerinə yetirdi. Allah razı olsun. Biz də şəhidimizdən qürur duyuruq. Anamız sizlə də qürur duyuruq. Allah sizləri var eləsin. Allah sizin kimi böyükləri bizim üstümüzdən əski eləməsin. Bir daha Allah rəhmət eləsin deyirik. Allah səbir versin deyirik. Təşəkkür edirəm. Sağ olun. Sizin kimi şəhid sevərləri Allah var eləsin. Doğru. Sağ olun. Çəkirsiniz, işıqlandırırsınız. Bax bu gördüyünüz bulaq da 1-ci Qarabağ müharibəsində şəhid olan Abdullayev Murad Nadiroğlunu və eyni zamanda 2-ci Qarabağ müharibəsində şəhid olan Fərzulazadə Mehdi Zamanoğlu adınadır bu bulaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bax elə bu hər iki şəhidimizə də Allah qəni-qəni rəhmət eləsin. Ruhları şad olsun. Bülbülə qəsəbəsindəki yerləşən 208 saylı orta məktəbin qarşısında bax belə şəhidimiz Mehdi Fərzulazadənin adını bax belə bir portret qoyulub və qarşısında əkili var. Allah rəhmət eləsin şəhidimizə deyirik. Yələsər dağdan ışar. Hə, dəyərli izləyicilər, indi də gəldiyi şəhidimiz doğulub, böyüyüb, boya başa satdığı həmin o evə və içəridə ona aid olan otağı, şəkilləri birlikdə gəlin girək izləyək. Sükutda sanki ümid gətirər hər bir insana. Mehdinin adı qalacaq. Dəyərli izləyicilər, burada bax bizim şəhidimiz Mehdi qardaşımızın otağıdır. Ona aid olan bütün xatirə şəkilləri, istər döyüş meydanında olan şəkillər, istər uşaqlıq şəkilləri, məktəb illəri şəkilləri var. Bax bizim şəhidlər böyük villalardan deyil, bax belə sadə Azərbaycanlı ailələrinin evlərindən çıxır. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qəlbimizdə bir dəniz, unutmarıq səni biz. Mehdi vətən ol.